Bu şəhərdə ölülərin sayı dirilərin sayından 6 dəfə çoxdur. Hazırda dünyanın ən böyük qəbirstanlığı olan Vadi-i Salamı görürsünüz. 1400 il yaşı olan qəbirstanlıqda 6 milyondan çox insanın məzarı var. Qəbirstanlığın adının mənası Sülh Vadisi deməkdir. Sülh Vadisi İraqın Nəcəf şəhərində yerləşir və həmin şəhərin sahəsinin 13%-ni əhatə edir. Bu şəhərin cəmi 1 milyon əhalisi var. Yəni şəhərdə ölülərin sayı dirilərin sayından dəfələrlə çoxdur. Qəbirstanlıqda əsasən şiə müsəlmanlar dəfn edilib. Bu qədər çox insanın burada dəfn edilməsinin səbəbi Həzrət Əlinin türbəsinə yaxın olmaqdır. Ölümdən sonra möminlərin ruhlarının burada toplandığına inanırlar. Dəfn yerlərinin qiyməti bir neçə min dollardan başlayır. Qiymətlər və xərclər Həzrət Əli türbəsinə yaxınlaşdıqca artır.